Onlayn iş var yoldaşlar, onlayn iş var. Mən sizə 2 dənə variantından bəhs etmək istəyirəm, amma onlayn işlər bu demək deyil yoldaşlar, elə cəmi olan bunlardan vardır. Xeyr, mən sadəcə çox az bir qismini sizinlə paylaşıram. Belə çox digərləri də lazımdırsa özəl dəstək vermək ola bilər sizə. Özəl dəstəklər üçün də əlaqə vasitəsilə mesaj yazа bilərsiniz. Bu videoda mən sizə 2 dənəsindən bəhs etmək istəyirəm. Onun biri tam şəkildə belə deyim, remote işdir, yəni uzaqdan idarə olunan işdir. Digər hissə isə həftənin 3 günü belə deyim, remote-dədir. Yəni uzaqdan idarə olunan işdir. Misal üçün hansı günlərdir? Misal üçün gəlin belə deyək. Ofisdə olduğunuz günlər çərşənbə axşamı və cümə axşamı axşam 5-dən 9-a kimidir. Şənbə günü də 12-dən 6-ya kimidir. Digər günlərdə isə tapşırıqları onlayn şəkildə icra edirsiniz. İlk 2 ay təcrübə proqramı nəzərdə tutulub. Proqramı uğurla tamamladıqda isə namizədlərə performans əsasən ödənişli əmək əməkdaşlıq və uzun müddətli iş imkanı müzakirə edilə bilir. Belə bir fürsət var. 28 may metrosu stansiyası tərəfdə ikinci çıxışın yaxınlığındadır. Kimlər müraciət edə bilər? 18-23 yaşlı xanımlar müraciət edə bilər. Yeni biliklər öyrənmə həvəsli, ünsiyyət bazarı yüksək olan şəxslər üçündür. Bəs yaxşı, digər onlayn iş tam şəkildə belə deyim, uzaqdan idarə olunan iş hansıdır? Bu Fusion Call şirkətində olan çağrı mərkəzi operator işidir, amma bunun üçün sizdə gərək C1 səviyyəsində ən az ingilis dili biliyiniz olsun yoldaşlar və heç olmasa təməl səviyyədə Excel bacarığınız olsun. Varsa düşünə bilərsiniz bu işə müraciət etməyə. Əlbəttə ki, şəxsi kompüteriniz olmalıdır, yüksək səviyyədə, yüksək sürətli internetiniz olmalıdır və sakit bir yerdə işləyə biləcəyiniz bir mühitiniz olmalıdır. Bu işə də müraciət etmək əhdə dəstək istəyirsinizsə və yaxud da digər işlərlə tanış olmaq istəyir, ümumiyyətlə iş tapmaca səsini çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsilə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi kanalda qeyd olunub. Kanala bu videonu harda görsə, orada Toğrul adlı kanala daxil olun. Kanala daxil olduqdan sonra diqqət etsəniz, profildə əlaqə vasitəsi var. Görə də bilməsəniz, bu videonun altında şərh yerində, rəy yerində, komment yerində yazıb soruşa bilərsiniz.